Qədir gecəsi nədir? Qədir gecəsi gələcəyi keçmişin əsirliyindən qopartmaqdır. Qədir gecəsi budur. Qədir gecəsi budur. Keçmişi bağışlamaq, sıfırlatmaq, təzə gələcək qurmaq. Yeni gələcək qurmaq. İndi görün nə əzəmətli gecədir. Adam həyəcanlanır. Bugün mən işimi həll eləməyə gəlmişəm. Mən gəlmişəm istiğfarla keçmişin yükündən azad olum, keçmişi sıfırlayım, yaxşı gələcək olsun mənim üçün. Ona görə deyirlər, Qədir gecəsi taley təyin olunur. Görün nə əzəmətli göylərdə hal baş verəcək. Hamının taleyi bugün dəyişəcək. Təzə xət yazılacaq. Görün Allah indi necə qüdrətli Allahdır ki, bu qədər tək-tək insanın taleyinə başqalarının da dəxli var. Hamının bu qədər adamın taleyini dəyişəndə deməli dünyada varlıq aləmində mühüm bir hadisələr baş verir. Bəşəriyyətin taleyi dəyişir.